Peygamberimiz buyurur ki 3 yerde dualar tez kabul olunar. Onlardan biri ata-ananın məzarının üzərindədir. Ata-ananın məzarını ziyarət eləyəsən, ən əvvəl Peygamber buyurur ki, məzarları ziyarət edin ki, ahirətiniz xatırlansın, ahirətinizi yad edəsiniz. Yəni, qəbirlərin ziyarəti sizə ahirətinizi xatırlatdırır. Deyir, ata-ananın qəbri üzərində durub Allahdan istəyəsən, Allah mütləq verəcəkdir inşallah. Amma səmimi istəmək lazım. İkincisi, iki namazın arasında Allahdan istəmək, dua etmək. Allah əli boş qaytarmayacaq o əlləri sinəyə. Çünki Allah özü buyurub ki, hər kim səmimi ixlasla əlini qaldırsa mənim dərgahıma, mən həya edərəm onun əllərini onun sinəsinə qaytaram. Çünki mən ədalətliyəm, mərhəmət sahibiyəm. Üçüncüsü buyurur ki, duaların qəbul olunması Kəbənin yanında, Hicr-i İsmail'də o nodan deyilən qızıl bir nodan var. Onun altında 2 rəkat namaz qılmaq canlı yayındır. Birbaşa dualar qəbul olunur. Yəni Allahın verə izzət cana o əllər ki, Allah dərgahına qalxır, xəstələr üçün, müşkül olan